Cümlete salam. Videoların davamı üçün kanala abone olmağı unutmayın. İndi isə başlayaq. Kuti və Lulubi tayfaların tarixinə aid oxşarlıq. Baxın uşaqlar, bizdən nəyi soruşur? Tayfalar soruşur. Burada olacaq Assuriyaya qarşı mübarizə aparılması. Neçənci minillikdə? Eradan əvvəl 2-ci minillikdə. Baxın, İşçi arasını tamamilə fəth edib Kuti dövlət qurumu Lulubiyə aid deyil. Ümumiyyətlə, dövlət qurumları şimalda olmayıb, cənubda olubdur. İmmaşqun Lulubini idarə edib dövlət qurumunu, Kutini yox. Almubani də Lulubini idarə edib, Kutini yox. Man dövlətinə aiddir. Cavab olacaq İskit dövlətinə müttəfiq olmuşdur. Kimin dövründə? Ahşerin dövründə. Bu neçənci əsrdir? Eradan əvvəl 7-ci əsr. Man dövlətinin tarixinə aiddir. Cavab olacaq Midiyaya hərbi yardım göstərmişdir. Nə zaman? Eradan əvvəl 673-cü ildə Midiyada Assuriya əleyhinə üsyan baş verdi. Bu zaman Midiyaya Manna və İskit neynədi? Hərbi yardım etdi. Baxın, Manna İskəndərin hücumuna məruz qalmayıbdı. Manna Roma ilə mübarizə aparmayıbdı. Mannanın əsasını çox düşür, İransı qoymayıbdı. Mannanın varlığını Əhəməni yox, Midiya son qoyubdu. Həsəndəki tapıntılar sübut eləyir Mannada metal işləmə sənətinin yüksək inkişaf etdiyini. Həmçinin Ziviyədəki tapıntılar da sübut eləyir Mannada metal işləmə sənətinin yüksək inkişaf etdiyini. İranzunun Assuriya ittifaqı meyl etməkdə əsas məqsədi öz torpaqlarını, bütövlüyünü qoruyub saxlamaq. Baxın, bir tərəf Assuriya meyli idi, bir tərəf Urartuya meyli idi. Assuriya meyli yaxşı tərəf idi, Urartuya meyli pis tərəf idi. Sonra, İranzunun dövründə Mannada bəzi danışılan Urartuya ittifaqı meyl göstərməkdə əsas məqsədi öz ərazilərində müstəqil olmaq. Çünki İranzun mərkəzləşmə siyasəti yeridirdi. Hər bir danışınlığı öz mərkəzə tabi etmək istəyirdi. Azərbaycan ərazisində mövcud olan İskit şahlığına aiddir. Eradan əvvəl 7-ci əsrdə meydana gəlib, Eradan əvvəl 590-da süqut edibdir. Cavab olacaq Ahşeri ittifaq qurması. Nə zaman? Elə Eradan əvvəl 7-ci əsrdə. Azərbaycanda İskit şahlığı ilə Manna dövlətinin süqutunun oxşar cəhət. Təbii ki, Midiya tərəfindən işğal edilmələri. İskit şahlığı ilə Manna dövlətinin varlığına Midiya hər ikisinin 590-cı ildə son qoyubdur. 10. Azərbaycanda İskit şahlığı və Manna dövlətinə aid ümumi təbii ki, quldar dövlət olmalı. Ümumiyyətlə, 6-cı sinifdə keçdiyimiz bütün dövlətlər, uşaqlar quldar dövlətdir. Kimmel, İskit və Sak tayfaların Mannaya gəlişi nəticəsində təbii ki, Manna Assuriya ittifaqı pozdu. Kimin dövründə? Ahşerin dövründə. Neçənci əsrdə? Eradan əvvəl 7-ci əsrdə. İran uzun Manna tarixində oynadığı rol təbii ki, Urartunun işğal etdiyi torpaqları geri qaytardı, mərkəzləşmiş dövlət yarandı. İndi Mannada mərkəzləşmiş dövləti kim yaradıbdı? İranzu. Mannada canşin sistemi kim yaradıbdı? İranzu. İranzunun hakimiyyəti nə zamandır? Eradan əvvəl 740-719. Bu nə edir? Eradan əvvəl 8-ci əsrin ikinci yarısı edir. Midiya və Manna dövləti üçün oxşar cəhət təbii ki, eyni ərsdə süqut etmələri. Midiya Eradan əvvəl 550-də, Manna Eradan əvvəl 590-cı ildə süqut edib. Eradan əvvəl 8 və Eradan əvvəl 7-ci əsrlərdə Manna tarixlə bağlı oxşar cəhət ölkənin Assuriyanın hərbi yürüşünə məruz qalması. Baxın, Eradan əvvəl 719, 716, 714-də kim hücum edibdi? 2-ci Sargon. Bəs Eradan əvvəl 650-də kim hücum edibdi? Təbii ki, Aşurbanipal. 719 8-ci əsrdir, 650 7-ci əsrdə. Man dövlətinin Eradan əvvəl 8-ci əsrin ikinci yarısının tarixinə aiddir. Uşaqlar, bunu sizdən soruşanda çox vaxt ya Azan dövrünü soruşur, ya da İranzun dövrünü soruşur. Cavab olacaq vilayətlərin canişinlər tərəfindən idarə olunması. Ümumiyyətlə, canişin sisteminə əsasını kim qoymuşdu? Təbii ki, İranzu qoymuşdu. Man dövlətinin Eradan əvvəl 8-ci əsrin ikinci yarısının tarixinə aiddir. Yenə də İranzuya aid bir şey tapmalıyıq. Təbii ki, vilayətlərin mərkəzi hakimiyyətə tabi edilməsi. Nə zamandır? 8-ci əsr. Baxın, Roma dövlətinin hücumuna məruz qalması, Manna qalmayıbdı. Ahşer tərəfindən idarə edilməsi bu 7-ci əsrdir. Assuriya hökmdarı Aşurbanipalın hücumu Eradan əvvəl 650, 7-ci əsrdə. Midiya dövlətinin asılılığı qəbul etməsi. Bu isə 590-da Midiya Mannanın varlığına son qoyubdu. Bu da 6-cı əsrdə. Manna dövlətinin Eradan əvvəl 740, Eradan əvvəl 719-cu il tarixinə aiddir. Yəni, İranzunun hakimiyyət ilinə aiddir. Təbii ki, Assuriya ilə müttəfiq münasibətlərin qurulması, olması. Ümumiyyətlə, İranzu Assuriyana müttəfiq olubdur həmişə. Manna dövlətinin Eradan əvvəl 740-719-cu il tarixinə aiddir. Təbii ki, Urartunun işğal etdiyi torpaqları geri qaytarması kimi soruşur? İranzunu. Bir də Urartunun işğal etdiyi torpaqları geri qaytarıbdı Ulusunu. İkisinin oxşar cəhətidir. Azərbaycanda yaranmış İskit şahlığına aiddir.
Təbii ki, Midiyalılara qarşı mübarizə aparmalı. İski şahlığın varlığına Erdemə 590-cı ildə kim son qoyubdu? Midiya son qoyubdu. Yadınızda saxlayın. Sonra 20. İranzunun hakimiyyətinə aiddir. Yəni Erdemə 719-cu ili soruşur. Təbii ki, olacaq Urartun işğal etdiyi Mon torpaqlarının geri qaytarması. Neçənci əsr eləyir? 8-ci əsrin ikinci yarısı. Cahanşirlər mərkəzi hakimiyyətin asılığına son qoyulması yox, asılıq artdı. Aşurbaypanın hücumu Aşerin dövrüdür. Cahanşir sistemini ləğv etməyibdir, yaradıbdır. Azam mərkəzi hakimiyyətə qarşı qaldırdığı üsyanın yatırılması. Xeyr, az olanda İranzu artıq ölmüşdü. İranzu Urartun işğal etdiyi Mon torpaqlarını geri qaytardı. Təbii ki, Assuriyanın Urartuya qarşı apardığı uğurlu müharibədən istifadə edərək dedi axı, İranzu Assur meyli siyasət yedirdi. Assurla ittifaq bağlamışdı. Assur da İranzuya işğal olunan torpaqlarını geri qaytarmaqda kömək edirdi. Assuriyanın Mannaya yürüşlərinin ümumi nəticəsi Manna öz müstəqilliyini qoruyub saxladı. Assuriya Mannaya 719-cu ildə hücum edibdi, 650-də hücum edibdi, 714-də hücum edibdi, heç birində də süqut etməyibdi. 23. Erdemə 6-cı əsrin əvvəllərində Manna dövlətinə aiddir. Uşaqlar, baxın, əgər ki, Erdən əvvəl soruşursa, biz 90, 80 götürürük əvvəl deyirsə. Amma bizim elə olsaydı 10-20 götürərdik. İndi 590-da nə olubdu? Manna dövlət müstəqilliyinə son qoyubdu. Manna varlığına kim son qoymuşdu? Midiya son qoymuşdu. Yəni 596-cı əsrin əvvəli eləyir. Bu da çox düşür. 24. Erdemə 719-cu ildə İranzuya qarşı üsyan baş verərkən 2-ci Sargon neynədi? Hücum etdi Mannaya, üsyançı şəhərləri və vilayətləri məğlub etdi. Manna dövlətinə aid deyil. 9-cu əsrdə Urmiya dövləti tərəfindən yaranması. Bu düzdür. Assur dövlətinin süqut etməsi. Xeyr, Assur dövlətinin varlığına Erdən əvvəl 605-ci ildə Midiya və Babil son qoyubdu. Müəyyən müddət Azad tərəfindən bəli 718-716-da idarə olunubdu. Quldar dövlət sözsüz ki, mərkəzləşmiş dövlət olması bəli. Mərkəzləşmiş dövlət kim yaradıbdı Mannada? İranzu yaradıbdı. Manna dövlətinə aid deyil. Cahanşir sistemi tətbiq olması bəli kim tətbiq edibdi? İranzu 8-ci əsrdə. Adını ilk dəfə Şumerdə, xeyr, bu səhvdir. Adını ilk dəfə Assur hökmdarı 3-cü Sarmansarın bir yazı kitabəsinə rast gəlibdi. Assur ilə müttəfiq idi, bəli. Siyasi quruluşun görə monarxiya düzdür. Asaqlar şurası bəli mövcud idi. Manna və Midiya tarixi üçün ümumi cəhət. Təbii ki, olacaq Assur dövlətinə qarşı mübarizə aparmaları. Nə zaman? Manna Aşerin dövründə aparıbdı. Midiyada Erdən əvvəl 673-cü ildə Midiyada Assur əleyhinə üsyan baş veribdi və belə Midiyada Assuralığı sona çatıbdı. Sonra Manna və İskit şahlığına aid ümumi cəhət. Cavab olacaq eyni dövlət tərəfindən süquta uğratmaları. Manna ilə İskitin varlığına Erdemə 590-cı ildə Midiya son qoyubdu. Yadınızda saxlayın. Verilənlərin hər ikisi nəticəsidir. Urartun qüdrəti sarsıldı və özünə gələ bilmədi. Manna bütün vilayətlərini vahid mərkəzə birləşdirərək qüdrət dövlətə çevrildi. 2-ci Sargonun Erdemə 714-cü il hərbi yürüşü. Bundan sonra Urartu bir daha Mannanın daxili işlərinə qarışa bilmədi. 1-ci Rusa da məğlubiyyətə davam gətirə bilmərək özünü öldürdü. İskit və Kimer tayfalarına aid ümumi cəhət. Manna ərazisində məskunlaşıblar. Elə Manna ərazisində məskunlaşandan sonra Erdemə 7-ci əsrdə Aşeri necə siyasət yeridibdi? Müstəqil siyasət yeridibdi. Sonra Erdemə 3-cü milliyə aid deyil. Baxın uşaqlar, əgər ki siz Turukkinin T hərfini belə görsəz, həmişə 2-ci millik götürürsünüz. Turukki tayfaları 3-cü millikdə yaşamayıbdı. Cavab olacaq. Ümumiyyətlə, əgər ki dövlət qurumu görsəz, baxın dövlət qurumu görsəz, yalnız 3-cü millik götürəsiniz. Hansı 3 dövlət qurumu vardı? Lulubi, Kuti, bir də Aratda. Testlərdə bəzən Turukkini dövlət qurumu deyə salırlar. Bu səhvdir. Turukki tayfa olubdu. Sonra Erdemə 3-cü milliyə aid deyil. Yenə olduğu kimi Turukki. Turukki görsəz neçənci millikdir? 2-ci millikdir. Lulubi dövlət qurumu 3-cü millikdir. Kutlanka dövlətin süquta uğradılması 22-ci əsr 3-cü millikdir. Mesopotamiyada Kutlan hakimiyyətinə son qoyulması 3-cü millikdir. Anubaniyan dövründə Lulubi dövlət qurumunun güzəlməsi yenə 3-cü millikdir. Manna hökmdarı İranzunun fəaliyyət dövrü üçün xarakterik deyil. Bəli, Cahanşirlik sistemi 8-ci əsrdə İranzu yaradıbdı. Assur ilə bəli, dost olubdu. Mərkəzləşmə siyasət yeridibdi. Dövlətə qarşı qiyam baş veribdi. Bəli, şu anda Hulu və Durduqqa üsyanlar baş veribdi. Amma dövlətin əsasının qoyulması İranzunun adı ilə bağlı deyil. Mənbələrdə ilk dəfə hökmdarın adı Udakidir. Amma bu belə bəlli deyil. Udaki yaradıb ya yox. Manna dövlətinə aiddir. Pompeyaya qarşı Albaniya mübarizə aparıb səsdir. 9-cu əsrin əvvəlində ölkədə Cahanşirlik sistemi yaradıb. Səhvdir. 8-ci əsrdə Əhəməni hökmdarının
Yox, hərbi yürüşünə məruz qalmayıbdı. Assuriyanın hakimiyyət dövründə bəli, Assuriyan ittifaqı pozubdu. Bax, bu test nümunəsi bizim çox rastımıza çıxacaq. Assuriya İskitlərlə ittifaqda olub deyə Assuriyanın ittifaqı pozubdu. 7-ci əsrin 50-ci illərində Assuriyaya hərbi yürüş təşkil edilməsi əksinə Assuriya Mannaya, Aşurbanipal Mannaya hücum edibdi. Sonra Azərbaycanda yaranmış İskit şahlığına aiddir. 8-ci əsr olmaz. İskit şahlığı 7-ci əsrdə. 6-cı əsrin sonlarında yox, dedi axı İskit 590-da təvəzzül edibsə, bu 6-cı əsrin əvvəldir. Nəyə görə? Çünki baxın 90 ola bilər, amma eradan əvvəl olanda mən sizə demişəm, tərsinə gedir. Man dövlətləri müttəfiq idi. Bəli, bu düzdür. Dedi axı kimdən müttəfiq idi? Assuriya ilə neçənci əsrdə? 7-ci əsrdə. Roma imperiyasına qarşı xeyr, Əhəmənilər tərəfindən yox, İskitin varlığına Midiya son qoyubdu. Nə zaman son qoyubdu? 590-cı ildə son qoyubdu. İskit şahlığı süquta uğradı. Təbii ki, Man dövlətinin süqut etdiyi əsrdə. Hətta Man dövlətinin süqut etdiyi ildə deyərik. Nə zamandır? 590. Neçənci əsr eləyir? 6-cı əsr. Yəni ikisi 6-cı əsr süqut edib. Man dövlətinə aid deyil. Elə variantı. Alan tayfaların yürüyüşünə uşaqlar Albaniya, bir də Atropatena məruz qalıb. 6-cı əsrin əvvəllərində bəli, Erdəmir 590-da süqut edibdi. Bu düzdür. 7-ci əsrdə hakimiyyətdə irsən keçirdi, düzdür. Ərazisi vilayətləri bölünürdü, düzdür. Assuriya ilə münasibətlərdə olub, bəli, müttəfiq. Daha çox kim müttəfiq olubdu? Məsələn, İranzu, sonra Ualli. Bu ikisi daim müttəfiq olubdu. Sonra uyğunluq gözlənilmişdir. 6-cı əsrin sonlarında müstəqillik itirmişdi İskit şahlığı. Yenə dediyim kimi, sonlar yox. Əvvəli. Midiya dövlət tərəfindən süquta uğradılmışdır. Əhəmənilər dövləti. Xeyr, Əhəmənlərin varlığına Makedoniya son qoyubdu. Man dövlətinə əsasını qoyub İranzu, dedim axı İranzu qoymayıbdı. Elm 4-cü ildə yaranıb ümumiyyətlə dövlət qurumlarının hamısı 3-cü minlikdir, səhvdir. Asiya dövləti ittifaqı pozubdu, bəli. Assuriya neçənci əsrdə? 7-ci əsr görürsünüz nə qədər rastımıza çıxır uşaqlar. Sonra Elm 7-ci əsrin ortalarında Mannanın Assur dövləti ilə münasibətlərinin pozulmasına səbəb oldu. Urartuya qarşı mübarizədə Assuriya yardım göstərməsi xeyr. Assuriya şahlı ittifaq yaratması bəli. Neçənci əsrdə? 7-ci əsrdə. Bundan sonra müstəqil xarici siyasət yeritdi. Buna görə də Mannanın Assur dövlətinin arası pisləşdi. 40-cı sual. Ədəbə 7-ci əsrin birinci yarısında Mannanın güclənməsi ən stabilinə bir, təbii ki, türk tayfaların ön Asiyaya gəlməli. Bu türk tayfaları hansı tayfalardır? İskit tayfaları. İskitlərin Assuriya müttəfiq olur. Bu öncədə necə siyasət yeridir? Müstəqil, xarici siyasət yeridir. Assuriyanın hakimiyyət dövründə Manna tarix üçün səciyyəvi idi. Eradan əvvəl 675-650-ci illəri soruşur. Asiya torpaqlarına hücumların edilməsi. Çünki Assuriya ittifaqı pozdu. İskitlə birləşib Asiya torpaqlarına hücum etdi. Ümumiyyətlə, bizdən Assuriyanın dövrünü soruşanda ya Aşurbanipalın yürüyüşü olacaq, ya Assur torpaqlarına hücum olacaq, ya müstəqil xarici siyasət olacaq, ya da Assuriyanın ittifaqının pozulması olacaq. Midiya dövlətinin 6-cı əsrin əvvəlləri tarixinə aiddir. Təbii ki, Man dövlətinin varlığına son qoyulması. Man nə zaman süqut edib? Erdəmə 590. 590-da neçənci əsrin əvvəlləri eləyir? 6-cı əsrin. Bəs soruşanda ki, niyə əvvəlləri? Çünki Erdən əvvəl olanda tərsinə olur. Mix yazılarından məlum olur ki, ulusun hakimiyyətə gəlməsinə Urartu hökmdarı kömək etmişdi. Ulusun Urartu ilə yaxınlaşması Assur hökmdarı 2-ci Sarqonu qəzəbləndirdi. O Mannaya qoşun yeritdi. Bu Erdəmə 716-cı il hücumundan bəhs edir. Bəhs edilən tarix hadisənin nəticəsində ulusunu Assuriyanın siyasi halını tanımaqla yenidən Assuriyana ittifaqı bərpa etdi. Mannanın dövlət quruluşu. Manna mərkəzləşmiş dövlət idi. Dövlətdə hökmdar idarə edirdi. Qədim Çin və Mannaya ümumi cəhətlər heroqlif yazı. Heroqlif yazı Çindədir, Mannadadır. Bir də Misirdədir. Yadınızda saxlayın. Qədim Misir və Mannaya ümumi cəhət yenə cavab olacaq heroqlif yazıdan istifadə edilməsi. Daha əvvəl olmuşdur. Mannanın Midiya dövlətinin tərkibinə daxil edilməsi. Erdən əvvəl 590. Azərbaycan ərazisində İskit şahlığının yaranması. Erdən əvvəl 7-ci əsr. İran Manna vilayətlərinin mərkəzi hakimiyyətə tabe etməsi. Erdən əvvəl 719. Qavqamela döyüşü. Erdən əvvəl 531. 2-ci Sarqonun Mannaya yürüyüşü. Erdən əvvəl təbii ki 714. Cavabımız olacaq C variantı. Çünki daha əvvəl deyəndə ən böyük götürmək. Daha əvvəl olmuşdur. Azərbaycan ərazisində İskit şahlığının yaranması. Erdən əvvəl 7-ci əsr. Urartu işğal etdiyi torpaqların İran tərəfindən geri qaytarılması. Hakimiyyət ilə Erdən əvvəl 740-719. Azərbaycan Həmən imperiyasının tərkibinə qatılması. Erdən əvvəl 550. Aşurbanipalın İzurtunu tutması. Erdən əvvəl 650. Magneziya döyüşü. Erdən əvvəl 190.
daha əvvəlkindən daha böyük götürməliyik, çünki eradan əvvəldir, yadınızda saxlayın. Ona görə cavabımız olacaq B variantı. Manada Erdəmə 719-cu ildə baş vermiş üsyanın əsas səbəbi olacaq İranzunun mərkəzləşdirmə siyasəti. Buna görə də Şandaxı və Dudukka şəhərlərində üsyan baş vermişdi. Üsyanı da 2-ci Sargon hücum edərək yatırmışdı. Erdəmə 716-cı ildə Asur hökmdarı 2-ci Sargonun Mannaya yürüyüşünün səbəbi ulusunun Urartuna yaxınlaşması. Dedi axı, ulusun o hakimiyyətə gələn zaman Urartun köməyindən istifadə etdiyi üçün Assuriyadan uzaqlaşdı, Urartuna yaxınlaşdı. Bundan da 2-ci Sargon qəzəbləndi, 716-cı ildə Mannaya hücum etdi. Uyğunluq gözlənilmişdi. Man dövlətini idarə edirdi, canişinlər yox, hökmdar idarə edirdi. Man dövləti yaranmışdı 11-ci əsr, yox, 9-cu əsrdə. İskit hökmdarı İşbəkaliyə müttəfiq olmuşdu, bəli, Aşşeri, bu düzdür. Neçənci əsrdə? 7-ci əsrdə İskitlərlə müttəfiq olan Man hökmdarına da Aşşeridir. Urat ilə ittifaq olmuşdu, İranzı yox, ulusunu. Manna qədim dövlətdir, feodal dövlət deyil, quldar dövlətdir. Bu ümumiyyətlə səhvdir. Ulusun və Aşşerin hakimiyyət dövrünə aid oxşar cəhət təbii ki, Assuriya ittifaqdan üz döndürmələr. Ulusunu getdi, Urartu ilə yaxınlaşdı. Assuriya isə müstəqil xarici siyasət yeritdi. Çindən üz döndərərək, Assuriyadan ittifaqdan üz döndərərək. İranzu və Ualinin fəaliyyətinə aid oxşar cəhət Assuriya ittifaqda olmaq. Yadınızda saxlanın. İranzu və Uali ikisi də daim Assuriya ilə ittifaqda olubdu. Bu iki hökmdar. Bu oxşarlıqlar çox düşük qəbul olub. Uyğunluq pozulmuşdur. Dövlət qurumu yaratmışdır, Kutlər düzdür. Man dövləti xərac göndərdi, Asiya xəzinəsini düzdür. Mannaya yürüş etdi, Urartu hökmdarı düzdür. Çin, Rusa. Man dövlətinin zəifləməsinin əsəblərinə aid İranzunun mərkəzləşmə siyasəti. Xeyr, İranzunun mərkəzləşmə siyasəti əksinə ölkəni neynədi? Gücləndirdi. Man dövlətinə müttəfiq idi. Assuriya, bəli, düzdür. Uyğunluq pozulmuşdur. Midiya dövləti müstəqilliyinə son qoyub, Midiyanın dövlət müstəqilliyinə son qoyub Manna. Xeyr, əksinə Midiya Mannanın varlığına son qoyubdu. Səhvdir. Azizdə yaranmış iş quldur dövlətdir Manna, Erdəmə 9-cu əsrdə düzdür. Eski şahlı süktora tutmuşdur. Midiya, bəli, Erdəmə 590-da. 3-cü işin millət azizdə yaşamış tayfalardan indi Turikki düzdür. Midiya da Assuriyalıya qarşı üsyançılara kömək göndərmişdi. Aşşeri düzdür. Lulubi və Kuti dövlət qurumu tarixinə aid ümumi cəhət Akka dövlətinə qarşı mübarizə. Bu çox düşür, yadınızda saxlanın. Lulubi və Kuti tayfalarına aid ümumi cəhət Mesopotamiya ilə siyasi iqtisadi əlaqələr. Uşaqlar ümumiyyətlə dərs oxuyan zaman tayfaların dövlət qurumlarının oxşarlıq xüsusiyyətlərinə xüsusi diqqət eləyin, çünki testlərə düşür. Man dövləti mövcudluq dövründə baş vermişdir. Yəni Erdəmə 9-cu əsr və Erdəmə 590 aralığı. Kar döyüşü Erdəmə 53-dür. Yunanistan qədim Roman əsarəti altına düşməsi Erdəmə 146-dır. Bu müharibəsin başa çatması bu da Erdəmə 146-dır. Kimmerski tayfalı Yunasiya yürüyüşü bu Erdəmə 7-ci əsrdir. Əhəməni İmperiyasının süqutu Erdəmə 330-dur. 7-ci əsr 590 və 9-cu əsr aralığına düşdüyü üçün D variantını götürürük. Man hökmündə ulusunun fəaliyyət dövrü çox xarakterdir. Assuriyanın siyasi halını qəbul etməsi düzdür. Paytaxt şəhərin yad illər tərəfindən dağıdılması bəli. Erdəmə 716-cı ildə İranzu neynədi? İzurtunu yandırdı. Urat ilə uzun müddət dost münasibətlərini saxlaması bu səhvdir. Çünki qısa müddətdə oldu. Nəyə görə? 2-ci Sargon hücum etdi və ulusunu 2-ci Sargonla münasibətlər nizamladı. Sidakı şəhərində bəli Erdəmə 714-cü ildə 2-ci Sargonla müqavilə imzalayıbdı. Urar tərəfindən işğal edilmiş bütün millətlərin azad edilməsi bəli. Baxın uşaqlar, bu Urar tərəfindən bütün millətlərin azad edilməsi bir İranzuya aiddir. Bir də ulusuna aiddir. Oxşar cəhətdir. Man hökmündə ulusun fəaliyyət dövrü üçün xarakterik deyil. 2-ci Sargonla müqavilə bağlaması bu düzdür. Nə vaxt Erdəmə 714-cü Sidakka müqaviləsi. Urar tərəfindən işğal edilmiş torpaqların geri qaytarılması bu da düzdür. Hakimiyyətin ilsin keçməsi bu da hökmdarlara aiddir. Canişin sisteminin mövcud olması düzdür. Baxın uşaqlar, Aşurbanipalın hücumu Erdəmə 650-dir. Bu isə ulusun dövrü deyil. Kimin dövrüdür? Aşşerin dövrüdür. Ulusun dövründə hansı hökmdar hücum edibdir? 2-ci Sargon hücum edibdir. Man hökmdarlar ulusun və Aşşerin dövrlərinə aid ümumi cəhət cavab olacaq paytaxtın yad illəri tərəfindən dağıdılması. Ulusun dövründə Erdəmə 716-cı ildə 2-ci Sargon hücum etdi. Aşşerin dövründə isə Erdəmə 650-ci ildə Aşurbanipal haraya hücum etdi? Təbii ki, paytaxt İzurtuya hücum edərək oranı dağıtdılar. Man hökmdarı ulusun və Aşşerin dövrlərinə aid ümumi cəhət canişinlik sistemi mövcud olması. Uşaqlar, ümumiyyətlə, baxın yenə qəbul qeyddir. Canişinlik bütün hökmdarların dövrü üçün ümumi cəhətdir. Hakimiyyətin irsi keçməsi bütün hökmdarların dövrü üçün ümumi cəhətdir. Man hökmdarı ulusunu və Aşşerin dövrlərinə aid ümumi cəhət ölkəni Assuriyanın hücumlarına məruz qalması. Ulusun dövründə 2-ci Sargon hücum edibdi, misal 716-cı ildə. Aşşerin dövründə də Erdəmə 650-ci ildə Aşurbanipal hücum edibdi. Sonra Man hökmdarı İran və ulusun dövrlərinə aid ümumi cəhət
Demək, mərkəzi hakimiyyətə qarşı çıxışdan baş versin. Ümumiyyətlə uşaqlar, çıxışların baş verməsi ümumi cavabdır. Hər bir hökmdara qarşı çıxış baş verə bilər. Belə cavablar sahişini həmişə göstərin. Baxın, deyir ki, Asiya dövləti Midiya ilə müharibə apardığı zamanı hərbi dəstələr ona kömək etmələri. Elə bir şey olmayıbdı. Midiya dövlətinin siyasi asılılığını qəbul etmələri heç birinə aid deyil. Kimi İskit Aşşerin dövründədir. Asiya hökmdarının vasitəsilə İskit alınan torpaqların azad edilməsi. Elə bir şey olmayıbdı. Manna hökmündə Uvalinin fəaliyyət dövrü üçün xarakterik deyil. Cobuda dövlətin süquta uğradılması yadınızda saxlayın. Bax, bu da qəbul qeydidir. Dövlətin süquta uğradılması heç bir hökmdarın dövrünə düşmür. Dövlətin yaradılması da heç bir hökmdarın dövrünə düşmür. Asuriya bəli 650-də ittifaqı bərpa etdi. Onun dövründə bəli hakimiyyəti irsən keçirdi. Canişinlik mövcud idi. Ölkə vilayətləri bölünürdü. Baxın, bu irsən, canişinlik vilayətləri bölünməsi bütün hökmdarlara götürə bilərik. Manna hökmdar ulusu ilə Uvalinin oxşar cəhəti. Yenə oxşarlı soruşu cavab olacaq. Asuriya ittifaqı bərpa etmişdi. Ulusun Urartu'na yaxınlaşmışdı. 2-ci Sargon hücum etdi, bərpa etdi. Uvalidə kimin Aşşerin pozduğu ittifaqı bərpa etdi. 650-də hakimiyyətə gələn kimi Manna hökmdarla ulusu ilə Aşşerin oxşar cəhəti yenə olacaq Asuriya ittifaqının pozulması. Bu bayaq da etdik. Ulusunu Urartu'na yaxınlaşdı. Aşşer də İskitlərin gəlişini istifadə edərək müstəqil xarici siyasəti etdi. Manna dövlətinə aiddir. Təbii ki, əvvəlki illərdə itilmiş Manna torpaqların ulusunun tərəfindən azad edilməsi. 2-ci Sargondan istifadə edərək. Bir də bunu kim etmişdi? Bayaq dedim. Bir də bunu İranzu etmişdi. Sonra Manna dövləti ulusunu Asur hökmdarı 2-ci Sargon ölkəyə yürüş etməsi, bəli, ödəmə 716 bunu götürək. Sidakka şəhərində Asur dövlətlə müqavilə bağlanması, bəli, ödəmə 714 bunu da götürək. Asur dövlətlə ittifaqın tərəfdən iştirakçı hakimiyyəti uzaqlaşdırılması, bu səhvdir. Urartu hökmdarının köməklə hakimiyyətə gəlməsi, xeyr, bu ulusundur. Babil və Midiyaya qarşı mübarizə müttəfiq kimi Asuriyaya kömək etməsi, belə bir şey yox idi. İskit hökmdarı İşbaka ilə müttəfiq idi, bəli. Neçənci əsrdə? Edirəm və 7-ci əsrdə. Cavabımız olacaq 1AB, 2-də C. Verilənlər arasında hansı hökmdara aid məlumat yoxdur? Əhəmələrin piyası möhkəmləndirmək üçün 20 satraplığa böldü. Bu birinci Daradır. Araz çayı sahilində Məsəcili tərəfindən məğlub edildi. Bu ikinci Kirdir. Fars hakiminin başlatdığı üsyan nəticəsində hakimiyyətdən devrildi. Bu Astiaqdır. İskit dövlətinə son qoyub ərazi Midiya tərəfindən birləşdirib. Bu da Kiaksardır. İşbakaya aid nümunə yoxdur. Hadisə nəticələrə doğru verilmişdir. Hadisə o ailə hakimiyyətə gəldi. Mannada hökmdar hakimiyyəti ilsən keçməyə başladı. Xeyr, Mannada hökmdar hakimiyyəti Edəmə 8-ci əsrdə ilsən keçməyə başlayıb. Hadisə Manna ilə Asuriya arasında Sidakka müqaviləsi bağlandı. Nəticədə Manna Asuriyanın siyasi asılından azad oldu. Xeyr. Manna Asuriya yer gəldikdə hələ yardım etməli idi. Sonra hadisə Aşurbanipal Mannaya hücum etdi. Nəticədə Manna yerli hökmdarın hakimiyyətinə qarşı üsyan baş verdi. Bu düzdür. Edəmə 650-ci ildə Aşurbanipal Mannaya hücum etdi. Elə 650-ci ildə kimə qarşı üsyan baş verdi? Aşşeriyə qarşı üsyan baş verdi. Hadisə şu anda Hıl və Dudukka şəhərlərində üsyanlar baş verdi. Nəticə İranzu Urartu hökmdarı birinci Rusan dəstələri üsyanlar yatırdı. Yadınızda saxlanın, İranzu heç vaxt Urartu ilə yaxın olmayıbdı. Hadisə Aşşeri müstəqil xarici siyasət yürütdü. Nəticədə Manna ilk dəfə mərkəzləşmiş dövlətə çevrildi. Yox, Manna mərkəzləşmiş dövləti yaradıbdı İranzu. Səhvdir. Hökmdarlar. Manna hökmdarı Aşşeri müttəfiq olubdu. Bu İşbakaydı. Sonra Midiya Asuriya əsərindən azad etmişdi. Kaç tarihdə? Nə zaman? 672-ci ildə üsyan nəticəsində. Qavqamel döyüşü nə zamanda? Demək 331. Kim iştirak etmişdi? 3-cü Dara. Demək biri olacaq İşbakay, ikinci olacaq kaç tarihdə? 3-cü olacaq 3-cü Dara. Manna dövləti mövcudluq dövrünə uyğun gəlir. Yəni erdən əvvəl 9-cu əsr, erdən əvvəl 590. Afina Periklin strategik vəzifəsinə seçilməsi, erdən əvvəl 443 olmaz. Avropada ən qədim dövlətin yaranması bu Kritdir. Erdən əvvəl 3-cü minillik olmaz. Mikro mədəniyyətin məhv olması, erdən əvvəl 2-ci minillikdir. Olmaz. Qədim Romada plebeylərə haqq tribunun seçimlərinə hüququn verilməsi, erdən əvvəl 5-ci əsrdə bu da olmaz. Qədim Yunanıstanda ilk olimpiya oyunlarının keçirilməsi, erdən əvvəl 776-da. 776 8-ci əsrdir. Bu da 9-cu əsr və 590 arasında düşür. Çünki 9, 8, 7, bir də 6-cı əsrlər götürə bilərik. Bu ikisi aralığında olmalıdır. E variantı. Uyğunluq yeni soruşur. Məcəlləşmə siyasəti aparıb İranzu düzdür. Urartu işğal torpaqları geri qaytarıb İranzu düzdür. Dövlətin əsasının qoyulması, baxın, yenə deyirəm, qəbul qeyddir. Dövlətin əsasını İranzu qoymayıb, uşaqlar çalışır çox vaxt. Ulusunu Asuriya ittifaqının bərpa edilməsi düzdür. Üsyan nəticəsində Aşşeridir, ulusunu deyil. Sidakka sövdələşməsi, bəli, 714-cü ildə ulusunun dövrünə aiddir. 1AB, 2AC.
Man dövləti Aşşeri hakimiyyətin ilkin keçməyə başlaması bu səhvdir. Ümumiyyətlə, Aşşeri 7-ci əsrdə, hakimiyyəti ilkin keçməyə başlayıb 8-ci əsrdə. Asur ittifaqının gücləndirilməsi xeyr, müstəqil xarici siyasət yedib səhvdir. Üsyan nəticəsində hakimiyyətə son qoyulması bəli 650-ci ildə bu düzdür. O halde İskitlərlə mübarizə xeyr. Asur ittifaqının bərpa edilməsi bu düzdür. Çünki Aşşeri pozmuşdu, o halde bərpa etdi. Erdəmin 7-ci əsrin ortalarında hakimiyyətə gəlməsi bəli. Erdəmin 650-630 hakimiyyət ildə 650-də orta eləyir. Onca götürük. 1C, 2BC. Səhv nəticə əlaqəsinin doğruluğu verdi, cavabı müəyyənləşdirin. İkinci sarkon Manna yürüşdə Man dövlətinin süquturu xeyr. Man dövlətinin varlığına Erdəmə 590 ilə Midiya son qoyubdu, Asuriya son qoymayıbdı. Çıxaq. Azərbaycan arasında kimi eski tayfaların məskin salması Man dövlətinin Urartu ittifaqının pozulması Urartu ilə yox, Asuriya ilə Aşşeri ittifaqı pozubdu. Aşurbaypa Manna yürüşü Manna Midiya sərtin altına düşməsi nə əlaqə? Xeyr, Manna Midiya sərtin altına düşüb 590-da, Aşurbaypa hücum edib Erdəmə 650-də. İran zorlu xarici siyasəti Man dövləti müstəqilini qoruyub saxlaması bu düzdür. Manna eski silahlı ittifaq müttəfiq olması, Midiya dövlətinin süqut etməsi heç əlaqəsi yoxdur. Midiya Erdəmən 550-ci ildə süqut eləyibdi, varlığına da Əhəməni son qoyubdu. Sonra Manna 8-ci əsrdə, Manna 7-ci əsrdə, eski şahlığı 7-ci əsrdə. Bunu çıxaq. Urartu işğalçı yürüşünə məruz qalması bu düzdür. Kimi yürüş eləyirdi? Birinci Rusa. Mərkəzləşmiş dövlətə çevrilməsi bəli. Kimin dövründədir? İran uzun. İran uzun hakimiyyəti nə vaxtdır? Erdən əvvəl 740, 719. Onca bunu götürürük. Sonra 7-ci əsr ərazisində türk tayfaları. Bəli, hansı türk tayfasıdır? İskit. Ümumiyyətlə İskit görsəz 7-ci əsrdə çox düşür. Sonra Asur Sidaqqa müqaviləsi 714-dür deyə 8-ci əsrdə götürürük. Asur hökmündə 3-cü Salman Sarmanla hücum etməsi bu Erdəmə 843-dür. Bu isə 9-cu əsrdə götürürük. 1BC, 2də A. Cədvəldə hansı hadisənin yerində isə xronoloji ardıcıllıq olar? Gələksən Asur əleyhinə Babil dövləti ittifaq qurması. Erdəmə 605. Midiya ilə Babil Asuriyan varlığına son qoyur. Midiyanın müstəqil dövlətə çevrilməsi bu Erdəmə 672-dir. Üsyandan sonradır. Aşurbaypa Mannaya hücumu Erdəmə 650-dir. Midiya istiqlalına son qoyulması bu Erdəmə 625-dir. Manda Aşşerinin hakimiyyətə gəlməsi bu Erdəmə 675-dir. Onca cavabımız olacaq. Baxın, 1 ilə 5-in yerini dəyişməliyik ki, çünki 675 ən böyüdür, 605 də ən kiçiyidir. Uyğunluq. Els rütbəsi daşıyan hökmdar tərəfindən idarə edilirdi. Bu Arata. Üsyan nəticəsində Mesopotamiyada hakimiyyətinə son qoyuldu. Bu Kuti. Şumerlə iqtisadi əlaqələr qurmuşdu. Bu hamısına aiddir. Anubaninin hakimiyyəti ilə daha da güclənmişdi. Bu Lulubidir. Babil və Asur dövləti üzərində hücumlar təşkil etmişdi. Bu heç biridir. Cavabımız olacaq 1A, 2D, 3B, 4D, C. 80. Kuti dövlət qurumu və Manna dövlət ümumi cəhətlə çox tanrıçılıq, bəli, hər ikisində olubdu. Midiya dövlət tərəfindən süqut uğradılması nə əlaqə? Azərbaycan cənub torpaqlarında mövcud olmuşdu. Düzdür, mərkəzləşmiş dövlətliklər ümumiyyətlə Kuti dövlət deyil, Kuti dövlət qurumudur. Bu da Midiya dövlət tərəfindən süqut uğradılması Mannaya aiddir, düzdür. Amma Kuti dövlət qurumu Erdəmə 3-cü minlikdə süqut eləyibdi. Midiya dövləti isə Erdəmə 672-də yaranıb, 1-ci minlikdə yaranıb, heç əlaqəsi yoxdur. Cavabımız olacaq 1-dən 3. Lulubi və Kuti dövlət qurumları üçün mücəhətləri müəyyənləşdirin. Cavab olacaq Mesopotamiya ilə iqtisadi və mədəni əlaqələr saxlamışlar. Ümumiyyətlə, 3 dövlət qurumu da Mesopotamiya əlaqə saxlayıb. Bunu həmişə oxşarlıq kimi götürün. Şimal görsəz qaçın. Cənubda mövcud olub bütün dövlət qurumları. Azərbaycan cənub torpaqları mövcud olub. Düzdür, Mesopotamiya yüzlü hökmranlığı ilə bu yalnız Kutidir. Lulubiyə aid deyil. Onu görsəbdir. Cavab olacaq 1 və 3. İkinci Sarkona və 714-cü il Mannaya hücumun nəticəsi Urartunun qüdrəti sarsılıb və bir daha özünə gələ bilmədi. Urartu tərəfindən işğal edilmiş bütün Manna vilayətləri azad edildi. 1 və 4. Mannanın siyasi müstəqilliyinə son qoyuldu. Bu 590-dır. Manna dövlətinin ərazilər Urartu və Asur arasında bölüşdürülüb. Belə bir hadisə olmayıbdır ümumiyyətlə. Manna hökmdarı, Ulusun və Aşşerinin hakimiyyət dövrünə aid ümumi cəhətləri müəyyənləşdirin. İskit dövlətlə müttəfiq olub, bu yalnız Aşşeriyə aiddir. Öncə bir çıxırıq. Mərkəzi hakimiyyətə qarşı çıxışdan baş verməsi bu düzdür. Erdəmə 7-ci əsrin ikinci yarısında Mannanın idarə edilməsi xeyr. Baxın, 7-ci əsrin birinci yarısında 716, 680, 675, 650 eradan əvvəl olduğu üçün baxın, ikinci yarısı kimi görünsə də eradan əvvəl onda tərsinə olur. 3-də çıxırıq. Dövlətin Asur hökmdarının yürüşünə məruz qalması bu düzdür. 1 716-cı ildədir. Ulusun dövründə. Bir də 650-ci il Aşşerin dövründədir. Urartu dövləti ilə Asuriya qarşı hərbi ittifaqın yaradılması ümumiyyətlə Aşşeri müstəqil xarici siyasət yeridibdir.
Aşerin dövründə Urartu olmayıbdı. 7-ci əsrdə Urartu olmayıbdı. Çıxırıq. Cavabımız 2 və 4. 84. Mətndə sizdən bəhs olunan dövrə aid xüsusiyyətləri müəyyənləşdirin. Edəmə 2-ci minilliyin sonlarında Asur dövləti yenidən Urmiya ətrafında hücumlar etdi. Lakin Turikli, Lubi və Suvakuti tayfaları Asurya qarşı müstəqillik uğrunda mübarizə apardılar. Azərbaycan arasında bəli vahid dövlət yox idi. Lubi dövlət qurumu. Xeyr, 2-ci minillikdə dövlət qurumu yox idi. Dövlət qurumları 3-cü minillikdədir. Azərbaycan ərazisi Asuriya işğalı altındadır. Xeyr. Belə bir şey də yox idi. Urmiya bəli ayrı-ayrı tayfalar görürsünüz. Turiki, Lubi, Suvakuti kimi tayfalar var idi. Cavabımız olacaq 1 və 4. Man dövlətinin ictimai və dövlət quruluşunun səciyyətlərini müəyyənləşdirin. Siyasi quruluşuna görə monarxiya idi, düzdür. Edəmə 8-ci əsrdən hakimiyyətin işdən keçməsi düzdür. Quldarlıq istehsal üstü mövzu olması dedim axı 6-cı sinifdəki bütün dövlətlər quldar idi. 1, 2, 3 bax 4, 5 niyə olmur? Hökmdarın tabe olduğu Ağsaqqallar Şurası var. Uşaqlar, Ağsaqqallar Şurası hökmdar niyə Ağsaqqallar Şurasına tabe olsun? Əksinə, Ağsaqqallar Şurası hökmdar tabe olmalıdır. Məhd hakimiyyəti malik hökmdar tərəfindən idarə edilməsi. Yadınızda saxlayın, bax bu da çox düşür. Hökmdarın hakimiyyəti heç vaxt məhdud ola bilməz. 6-cı sinifdə əsasən də qeyri-məhdud ola bilər. Sonra, Man dövlətinin ictimai və dövlət quruluşunun səciyyətlərini müəyyənləşdirin. Qeyri-məhdud hökmdar hakimiyyəti mövcud olmaz. Bax, görürsünüz, bu düzdür. Hökmdarların fərman və qanununa feodal. Baxın uşaqlar. 6-cı sinif quldar dövləti. Siz 6-cı sinifdə feodalizm sözünü görsəz, birbaşa qaçırsınız da. Yəni bu səhv ifadədir. Vilayətlər hökmdarlar tərəfindən təyin olunan canişinlər etməsi. Bu da düzdür. Edəmə 8-ci əsrdən hakimiyyətinin irsi olaraq keçməsi. Bax, bu da düşür. Yadınızda saxlayın. Bu da düzdür. Əyalətlər Ağsaqqallar Şurası təyin edən canişinlər. Canişini hökmdar tayin eləyir də. Canişini Ağsaqqallar Şurası təyin eləsindir. Cavabımız olacaq 1-4. Sonra 87-ci sual. Mannanın Edəmə 7-ci əsrin 1-ci yarısı tarixi üçün xarakterlikdir. Yəni bizdən neçənci illər soruşur. Eradan əvvəl 650-700 arasını soruşur. Baxaq. Kimmer İskitlərin ölkə ərazisində məskunlaşması. Bu düzdür. Asya hökmündə 2-ci Sargon yürüyüşü 8-ci əsrdə. Çünki Edəmə 714-dür bu. 12-ni çıxırıq. Asurun təbiətindən çıxaraq müstəqil siyasət etməsi. Baxın uşaqlar, bu Aşerin hakimiyyəti ildə axı. Aşer də 675-də hakimiyyətə gəlib baxır. Görürsünüz, bu aralığa düşür. Onun üçün bu da düzdür. Hökmdar Ualinin Asur ittifaqı bərpa etməsi. Baxın, Ualinin hakimiyyəti 650-630-dur. Bu artıq ikinci yarısı edir, birinci yarısı etmir. Baxın, bu tərsinə məsələsində həmişə fikir verin. Miya dövlətinin tərkinə qatılması. Demə 590 olduğu üçün 6-cı əsr edir. Cavabımız olacaq 1 ilə 3. 88. Mannanın 7-ci əsrin 2-ci yarısı. İndi bizdən isə Eradan əvvəl 600-650 arasında olan dövr soruşur. Baxın, Qaştarın başçılıq etdiyi Asya qarşı azadlıq mübarizəsinin başlanması. Bu Eradan əvvəl 673-dür. Bu birinci yarısıdır. Önce bunu çıxırıq. Hökmdar Ualinin Asya ittifaqı bərpa etməsi. Bəli, bu ikinci yarısıdır. 650-630. Bu artıq ikinci yarısıdır. Sonra İran zülmətləşmə siyasətinə qarşı üsyan baş verməsi. Bu artıq 8-ci əsrdə İranın hakimiyyəti. Bunu çıxırıq. Asur hökmündə 2-ci Sargonla Sidaqqa müqaviləsi. Bu da 714 olduğu üçün 8-ci əsrdə. Bunu da çıxırıq. Midiya və Babilə qarşı müharibədə Asurya kömək edilməsi. Bu düzdür. Edəmən 605. Bu da 7-ci əsrin 2-ci yarısı edir. Çünki 605 bu aralığa düşür. Cavabımız olacaq 2 və 5. Midiyanın Edəmən 7-ci əsr tarixi üçün səciyyəvidir. Ölkədə istiqlalına son qoyulması. Bəli. Eradan əvvəl 625. Bunu götürürük. Asuryan sədinin azad olması. Bəli. Eradan əvvəl 673. Bunu da götürürük. Sonra Əhəməni dövlətinə qarşı mübarizə aparması. Eradan əvvəl 550. Bunu götürmürük. Bu səhvdir. 6-cı əsrdə. Babil dövləti ittifaqı üzrə Asur dövlətinə son qoyulması. Bu Eradan əvvəl 605-dir. Onca bunu da götürürük 7-ci əsrdə. İskit şahlığına son qoyulması. Bu Eradan əvvəl 590'dır. Bu 6-cı əsr edir. Onca bunu götürmürük. Cavabımız olacaq 1, 2, bir də 4. 90. Midiyanın Edəmə 7-ci əsr tarixinə aiddir. 2-ci Sargonun Midiya hücuma Edəmə 714-dür. Bu 8-ci əsr edir. Ona görə biri çıxırıq. Asurun təbəyə çıxaraq müstəqil dövlətə çevrilməsi. Bu düzdür. Nə vaxtdır? Edəmə 673. Əhəməni dövlətinə işğal edilməsi. Bu Edəmə 550-dir. Bu isə 6-cı əsr edir. Çıxırıq. Ölkədə istiqlalına son qoyulması. Bunu götürürük. Çünki Edəmə 625 7-ci əsr edir. Manna dövlətinə son qoyulması. Bu Edəmə 590'da. Bu isə 6-cı əsr edir. Birdən 7-ci əsr soruşur. Cavabımız olacaq 2 və 4. 91. İskitlərin 7-ci əsri tarix üçün səciyyəvidir. Manna ərazisi məskunlaşması bu düzdür. 7-ci əsrdə. Asur hökmündə 2-ci Sargon yürüyüşünə məruz qalması. Ümumiyyətlə bu dövrdə İskit yox idi. 8-ci əsrdə. Midiyada ağalığa nail olmaları. Bəli. Edəmə 653 7-ci əsrdə. Bunu götürürük. Asuryan sülh toğratmaları. Asuryan varlığına
Edirnə 605-də Midiya ilə Babil son qoyubdu. İskit son qoymayıbdı. Bu da səhvdir. Dövlətin Midiya tərəfindən süquta uğradılması. Bu isə Edirnə 590-dır. Bu isə 6-cı əsrdə. 7-ci əsrdə ona görə götürmürük. Cavabımız olacaq 1-dən 3. Xronologiya. İski şahlığın yaranması 7-ci əsrdə. İran mərkəzi siyasətinə qarşı üsyan baş verməsi Edirnə 719-dur. Man dövlətin süquta uğradılması Edirnə 590-dır. Cavabımız olacaq 2, 1, 3. İskitlər Azərbaycanda məskunlaşması Edirnə 7-ci əsrdə. İkinci Sarkomanın ərazini yürüş etməsi Edirnə 714-dir. Midiya dövlətinin süquta uğradılması Edirnə 550-dir. Ona görə cavabımız olacaq 2, 1, 3. Man dövlətinin hökmdarları. Baxaq. Patay şəhərində baş vermiş üsyan nəticəsində öldürülmüşdür. Bu Aşşeridir. Edirnə 650-dir. Edirnə 8-ci əsrin 30-cu illərində dövləti idarə etmişdi. Bu İranzudur. Çünki İranzu 740-719-da axı. Bu 30-cu illər bu aralığa düşür. Bunu da götürürük. Sidaqqa müqaviləsində Edirnə 714-cü ildə ulusunu imzalayıbdı. Bunu da götürürük. Sonra Edirnə 7-ci əsrin 50-ci illərdə hakimiyyətə gəlibdi. Bu Valilidir. Edirnə 650-dir. Burada valili yoxdur. Onca heç birine aid deyil. Müəyyən müddət Urartu dövləti ittifaqda olmuşdu. Bu da ulusunudur. Bunu da yadda saxlayın. 1B, 2C, 3A. Yenə uyğunluğu müəyyənləşdirin. Dövlətin paytaxtı İzurtu şəhərindən köçürmüşdür. Ümumiyyətlə paytaxt köçürülməyibdir. A variantı səhvdir. Cahişlik sistemi yaradıbdı İranzu 8-ci əsrdə. Dövlətin əsasını qoyubdu. Dövlətin əsasını heç bir hökmdar qoymayıbdı. Səhvdir. Hakimiyyətə Edirnə 7-ci əsrin 70-ci illərində. Edirnə 675-də hakimiyyətə gəlibdi Aşşeri. Bunu götürürük. Asya hökmdarı 2-ci Sarqona Sidaqqa müqaviləsi Edirnə 714-cü ildə ulusunu imzalayıbdı. Bunu da götürürük. 1B, 2, 3'dür. Man dövlətinin hökmdarları İranzu ulusunu ali. Şu an Daxo şəhərində hakimiyyət əleyhinə üsyan baş vermişdir. Edirnə 719-cu ildə. Bu İranzudur. A variantı. Sonra Urartu hökmdarının köməyi ilə hakimiyyətə gəlmişdir. Bu ulusunudur. B variantı. Sonra Edirnə 7-ci əsrin 2-ci yarısında ölkəni idarə etmişdir. Bu valilidir. Çünki Edirnə 650, 630'dur. Götürürük. Midiya dövlətindən asılığı qəbul etmişdir. Heç bir hökmdara düşmür. Edirnə 590'da hər hansı bir hökmdarına rast gəlmirik. Dövlətin əsasında dediyi axı heç bir hökmdar qoymayıb. 1A, 2B, 3C. 97. İran ulusunu valili. Dövlətin ilk hökmdarı heç birine aid deyil. İlk hökmdar sözü ümumiyyətlə Mannada səhvdir. Sonra hakimiyyətin iş vaxtlarında Urartuya yaxınlaşmışdı. Bu ulusunudur. Hakimiyyət dövründə ölkədə Asya hökmdarı Şubayı dağıtıcı yürüşünə məruz qalıbdı. Bu Aşşeridir. Heç birine aid deyil. Aynen çıxaq. Vilayətlər Canişlə təbni idarə edilməyə başlamışdı. Bu İranzun dövründə Canişin sistemi əsasını İranzu qoyubdu. Edirnə 7-ci əsrin ortalarında, yəni Edirnə 650-də hakimiyyətə gəlibdi. Valili 650, 630 hakimiyyət idi. 1D, 2, bu 3C. Kuti dövlət qurumu, Lulubi dövlət qurumu, Arta dövlət qurumu. Baxaq. Hökmdar Anbani dövründə daha da güclənibdi. Bu Lulubi dövlət qurumudur. Daha üstün abi təhsil Lulubi dövlət qurumudur. Azərbaycan şimal ərazisində yaranmış iş dövlət, ümumiyyətlə dövlət qurumlarının heç biri şimalda yaranmayıb. Hamısı cənubdadır. Dini idarələr maşmaş rəhbərliyi idi. Bu Arta dövlət qurumudur. Akka dövlətinin süquta uğratmışdı. Bu da Kuti dövlət qurumudur.